Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli iclas iştirakçıları və media nümayəndələri. Milli Məclisin 7-ci çağırışı qarşısında ilk dəfə Hesablama Palatasının fəaliyyətinə dair hesabatı təqdim edəcəyimi bildirmək istərdim. Fəaliyyət hesabatının təqdim edilməsi ilə bağlı tələblər, AUDT-un təməl prinsiplərinə dair limə bəyannaməsi və ali audit orqanları müstəqilliyinə dair Mexiko bəyannaməsinə, eyni zamanda Hesablama Palatası haqqında qanun və Milli Məclisin daxili nizamnaməsində təsbit edilmişdir. 2024-cü il üzrə hesabat hazırlanarkən, Hesablama Palatasının audit və qeyri-audit fəaliyyətinin əhatə olunmasına çalışılmış, fəaliyyətimiz barədə icmal, statistik məlumatlar sizlərə təqdim etdiyimiz hesabata daxil etmişik. Bəzi ölkələrin də hesabat vermə təcrübəsi öyrənilmiş və faydalanmışıq və hesabata əlavələr etmişik. Hesab edirik ki, bu əlavələr hesabatın daha oxunaqlı və anlaşıqlı olmasına şərait yaradacaqdır. Hesabatda Hesablama Palatasının qanunla müəyyən edilmiş vəzifələri barədə məlumat da yer almışdır. Burada müvafiq vəzifələrin intisayın prinsip, standart və təlimatlara uyğunluğu əks etdirilmiş, qanunla müəyyən edilmiş 21 vəzifənin hər birinin icra vəziyyəti barədə qısa şərh verilmişdir. Son illər Hesablama Palatası öz fəaliyyətini təsdiq etdiyi strateji sənədlər əsasında qurmaqla hesabatlığı da bu sənədlər üzərindən təqdim edir. Hesablama Palatasının 2021-25-ci illəri əhatə edən strateji planı icrası məqsədi ilə 2024-cü ildə əməliyyat planı tərtib olunmuş, fəaliyyətin institusional, təşkilatı və peşəkar istiqamətlərin təkmilləşməsi məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilmişdir. İllik əməliyyat planının tədbirləri və büdcəsi üzrə icra vəziyyəti müvafiq olaraq 91,8% və 86% olmuşdur. Müxtəlif sahələr üzrə digər insan resursları, təlim, kommunikasiya strategiya sənədlərinin də 2024-cü ildə icra səviyyəsi 90%-in üzərində olmuşdur. Hörmətli millət vəkilləri, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşməsində vacib mərhələ hesab olunan strateji planlaşma institutunun tətbiqi üzrə qabaqcıl təcrübəyə əsaslanaraq, Hesablama Palatası öz işini daha çox son faydalılığın qiymətləndirilməsinə yönəltmişdir. Hazırki strateji plan son 14 ildə ali audit orqanı olaraq Hesablama Palatası tərəfindən hazırlanmış 4-cü strateji sənəddir. Bu sənəd əvvəlki 3 planla müqayisədə daha təkmil və daha uzun müddətli olmaqla 2021-25-ci illəri 5 illik dövrə əhatə edir. 4-cü ilini başa vurdığımız bu strateji plan, strateji və risk təhlillərinin nəticələri əsasında hazırlanmışdır. Planın icrasının təşkili məqsədi ilə əməliyyat planları, eləcə də fəaliyyət göstəricilərini özündə əks etdirən monitorinq çərçivələri tərtib edilmişdir. Fəaliyyət göstəriciləri müəyyən edilmiş ali audit orqanları üçün fəaliyyətin qiymətləndirmə çərçivəsindən, həmçinin strateji idarəetmə təlimatından yararlanmışıq. İllik əməliyyat planına daxil edilmiş fəaliyyətlər üzrə maliyyə resursları da hesablanmışdır. Bu isə ölkəmizdə 2021-ci ildən aparılan nəticə əsaslı büdcə islahatına dəstək məqsədi daşıyır. Belə ki, qurumlar praktik olaraq bizim timsalımızda strateji planlar necə hazırlanmalı, icra edilməli və izlənməlidir nümunəsi ilə tanış ola bilərlər. Hörmətli millət vəkilləri, illik hesabatda eləcə də komitə iclasında Hesablama Palatası və onun Naxçıvan Muxtar Respublikası üzrə idarəsi tərəfindən görülmüş işlər ayrıca sadalanmışdır. İstərdim ki, plenar iclasda fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və onun nəticəliyi barədə icmal məlumatları ümumiləşdirilmiş şəkildə təqdim edim. Məlum olduğu kimi qanunvericiliyə görə fəaliyyətimiz 4 əsas fəaliyyət istiqamətindən ibarətdir. Birinci fəaliyyət istiqamətimiz kənar dövlət maliyyə nəzarət tədbirlərinin keçirilməsidir. 2024-cü ildə tərəfimizdən audit və analitik fəaliyyət formasında 52 nəzarət tədbiri keçirilmişdir. Bu tədbirlərin 45,5%-ində audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzular üzərindən qurulmaqla keçirilmişdir. Auditlərin əhatə dairəsinin icmal büdcənin müxtəlif elementləri, o cümlədən dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları və Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri təşkil etmişdir.
Hesabat dövründə auditlər də dövlət büdcəsinin müxtəlif illər üzrə 8,3 milyard manatı, büdcədənkənar dövlət fondları üzrə Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu və İşçilikdən Sığorta Fondunun, eləcə də Dövlət Borcu və Zamanəti üzrə Öhdəliklərin Təminat Fondunun 2023-cü il büdcələri, Naxçıvan Muxtar Respublikası büdcəsinin 2023-24-cü illər üzrə 180,6 milyon manatı, bununla yanaşı qeyri-büdcə vəsaitlərinin 2022-24-cü illəri əhatəsi üzrə 1,1 milyard manat əhatə edilmişdir. Hesabat ilində kənar dövlət maliyyə nəzarət tədbirlərində Hesablama Palatasının diqqətdə saxladığı sahələr, işğaldan azad olmuş sahələrin bərpası, ətraf mühit, iqtisadi fəaliyyət və büdcədənkənar fondlardır. İcmal büdcənin xərcləri 47 auditdə aşkarlanmışdır. Auditlərdə xərclərin proqnozlaşması, hesablanması, icrası və digər öhdəliklərlə yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəli elementləri aspektindən qiymətləndirilmiş və hesabatda audit nəticələri hər bir element üzrə qruplaşdırılmışdır. Uyğunluq elementləri üzrə dövlət vəsaitinə tələbatın proqnozlaşmasının əsaslığı, maliyyə əməliyyatlarının dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunması, büdcə və dövlət satın almaların və s. hüquqi haqlara uyğunluğu araşdırılmışdır. Hesabat ilində 45 auditdə büdcə qanunvericiliyin pozulması, 40 auditdə dövlət satın almaları və 16 auditdə əsaslı xərclər üzrə hüquqi haqların tələblərinin pozulduğu müəyyən edilmişdir. Uyğunluq elementləri üzrə aşkarlanmış pozuntu 657 milyon manat olmuş, bunun 126 milyon manatı hesablanmış büdcəyə zərər təşkil etmişdir. Zərər məbləğinin 84,4 milyon manatı üzrə müvafiq qaydada pul və ya natura şəklində bərpası və əvəzləşdirilməsi, 15,2 milyon manatı üzrə müvafiq materialların hüquq mühafizə orqanlarına göndərilməsi istiqamətinə qərar qəbul edilmişdir. Hesabat ilində Azərbaycan Respublikasının Baş Prokurorluğuna 6 nəzarət tədbiri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə isə 2 nəzarət tədbiri üzrə məlumatlar göndərilmişdir. 26,4 milyon manatın əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar qəbul edilmişdir. Aşkarlanmış pozuntunun 531 milyon manatını təşkil edən digər maliyyə pozuntuların məbləğinə vahid büdcə təsnifatının əməl olunmaması, büdcə qanunvericiliyinə dair normativ sənədlərin tələblərinin pozulması, dövlət satın almaları üzrə qanunvericiliyə əməl olunmaması, büdcə vəsaitinin nəzərdə tutulmadığı istiqamətdə istifadəsi və s. pozuntular aid edilmişdir. 2024-cü ilin iş planı üzrə keçirilmiş auditlərdə xərclər maliyyə elementləri aspektindən də araşdırılmış, əsas məqsəd maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlərdə müvafiq qaydada tərtib edilib edilmədiyini müəyyənləşdirməkdən ibarət olmuşdur. Əksər auditlərdə məhsulat uçotunun aparılmasına və maliyyə əməliyyatlarının tərtibinə, o cümlədən aktivlərin, öhdəliklərin, kapitalın və gəlir və xərclərin maliyyə hesabatlarının konsolidasiyası üzrə əməliyyatların tanınması və dəyərləndirilməsinə baxılmışdır. Maliyyə hesabatları üzrə təhriflərin məbləği 2 milyard 66 milyon manat təşkil etmişdir. Bu təhriflər maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi və mühasibat yazılışların doğru verilməməsi və hesabatlar arası fərqlərdən ibarət olmuşdur. Hesabat dövründə keçirilmiş auditlərdə xərclər səmərəli elementləri aspektindən də araşdırılmış, əsas məqsəd dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi zamanı səmərəlilik, qənaətlik və nəticəlik prinsiplərinin diqqətdə saxlanılmasını müəyyənləşdirməkdən ibarət olmuşdur. Müəyyən edilmişdir ki, dövlət satın almaların keçirilməsində bəzi hallarda qənaət imkanlarından istifadə edilməmiş, alınmış aktivlər üzrə müddət istifadəsi saxlanmış və ya digər tərəfin istifadəsinə verilmiş, funksional fəaliyyətə aid olmayan istiqamətə xərc icra edilmiş və s. Ümumilikdə səmərəsiz xərc hesab etdiyimiz məbləğ 157,7 milyon manat olmuşdur. Kənar dövlət maliyyə nəzarətinin digər forması analitik formadır. Analitik fəaliyyətdir. 2024-cü ilin iş planına əsasən Hesablama Palatası tərəfindən biri məxfili rejimdə olmaqla 4 analitik fəaliyyət həyata keçirilmiş. Burada büdcə təşkilatları və dövlət büdcəsindən
maliyyə yardımı alan təşkilatların debitor və kreditor borcları araşdırılmış. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-cü il üzrə icrası və 2025-ci il üzrə layihəsi təhlil edilmişdir. Hesabat dövrünə tərəfimizdən 4 monitorinq də aparılmış. Monitorinqlərin əhatə etdiyi auditlər 2023 və 2024-cü illərin audit portfelinə aid olmuşdur. Keçirilmiş monitorinqlərdə kollegiya qərarlarında əks etdirilmiş 18 tədbirin icra vəziyyəti qiymətləndirilmiş, əksər hissəsinin audit obyektləri tərəfindən icra olunduğu müəyyən edilmişdir. İndi isə, hörmətli millət vəkilləri, auditin təsiri və auditlərdə yaratdığımız əlavə dəyər barədə. Qərarlarımızda müəyyən edilmiş tədbirlərin icra səviyyəsi 70% olmuşdur. Belə ki, 52 kollegiya qərarı ilə təsdiq edilmiş 467 tədbirin 172-si tam, 37-si qismən icra edilmişdir. 65-i icra olunmayan 193-ü isə qanunvericidə müəyyən edilmiş müddət bitməyən tədbirlərdən ibarət olmuşdur. Təhlillər 2 və daha çox sayda audit keçirmiş qurumların 83,3%-də maliyyə intizamının nisbətən gücləndiyini göstərmişdir. 2024-cü ilin iş planı üzrə dövlət vəsaitlərinin bərpası ilə bağlı 84,4 milyon manata qarşı 59,4 milyon manat icra edilmişdir. Əvvəlki ilin iş planları üzrə nəzarət tədbirlərinin nəticələri hesabat dövründə 8,6 milyon manatın da bərpa edildiyini göstərmişdir. Bundan əlavə 2023-cü ildə maliyyə hesabatlarının auditi üzrə aşkarlanmış 661,5 milyon manat əhəmiyyətli təriflərin 400 milyon manatdan çox məbləğ üzrə müvafiq düzəlişlər edilmişdir. Hesablama Palatasının nəzarət tədbirlərinin materialları əsasında prokurorluq orqanları tərəfindən 7,4 milyon manatın da bərpası və digər tədbirlərin görülməsi təmin edilmişdir. Hörmətli millət vəkilləri, İndi isə digər fəaliyyət istiqamətləri və həmin istiqamətlər üzrə yaratdığımız əlavə dəyər barədə məlumata keçid almaq istərdim. Büdcə layihəsi və icrasına rəy təqdim edilməsi ilə bağlı. 2024-cü ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə 6 rəy, yenidən baxılma üzrə layihələrə isə 3 rəy hazırlanaraq təqdim olunmuşdur. Rəylər büdcə layihəsi və icrası barədə təqdim edilən məlumatların qanunvericiliyə, ölkənin strateji sənədlərə uyğunluğu, büdcə parametrlərinin düzgünlüyü və tamlığı barədə Hesablama Palatasının qiymətləndirici mövqeyini məhdud əminliklə ifadə etmişdir. 2023-cü ilin dövlət büdcəsinin icrasına və 2025-ci ilin büdcə layihəsinə verilmiş rəylərlə müəyyən edilmiş uyğunsuzluq məbləği əsasən vahid büdcə təsnifatının əməl olunmaması üstünlük təşkil etmişdir. Rəylərdə verilmiş tövsiyələrin icrası üzrə bir sıra addımlar atılmış, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi və icrası üzrə 36 tövsiyə büdcə sənədləşməsində tam və ya qismən nəzərə alınmışdır. Dövlət büdcəsinin icrası və layihəsinə rəylər üzrə nəzərə alınmış tövsiyələrin məbləğ ifadəsində 260,5 milyon manat olmuşdur. Müsbət məqamlardan biri odur ki, büdcə sənədləşməsi parlamentə təqdim edilənədək düzgün planlama ilə bağlı məqamların əksər hissəsi aradan qaldırılmışdır. Eyni zamanda uyğunsuzların bir hissəsi təsdiq edilmiş büdcətdə diqqətdə saxlanılmışdır. 2024-cü ildə Hesablama Palatının tövsiyələrinin nəzərə alınması barədə dövlət büdcəsinin icrası barədə hesabatda məlumat verilmiş, əlavə olaraq 2025-ci ilin dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcəsinin layihəsi ilə bağlı izahatlarda da müvafiq məlumatlar əks etdirilmişdir. Hörmətli millət vəkilləri, fiskal intizamın gücləndirilməsi ali audit orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bu hədəfin reallaşdırılması bizim tərəfdən davamlı olaraq kənar dövlət maliyyə nəzarət tədbirləri və büdcələrə rəyin təqdim olunması vasitəsilə təmin edilir. İnstitusional dəyişikliklər, eləcə də nəzarət orqanları tərəfindən müntəzəm olaraq işlərin görülməsi fonunda hələ də qurumlarda fiskal məsuliyyətin tam əhəmiyyətli artmadığı, bəzi hallarda zəiflədiyini müşahidə edilir. Bu dövlət vəsaitlərindən istifadə zamanı qurumlarda məsuliyyət bölgüsünün düzgün aparılmaması, daxili nəzarət mexanizmlərindəki boşluqlar,
intizam risklərinin düzgün qiymətləndirilməməsi və sair səbəblərlə əlaqələndirilə bilər. Qeyd edilən çatışmazlıqların aradan qaldırılması dövlət maliyyə resurslarının rasional istifadə edilməsinə xidmət edəcəkdir. Hesablama palatasının fəaliyyətinin iqtisadi effektliyi yalnız geri qaytarılan məbləğlərin həcmi ilə ölçülmür. Eyni zamanda təqdim edilən təkliflərin müzakirəsi, qəbulu və icra prosesinə tətbiqi ilə qiymətləndirilməlidir. Hesabat dövründə də dövlət maliyyə idarə etməsinin və dövlət maliyyə nəzarətinin təkmilləşməsi, dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadəsi ilə bağlı Hesablama Palatası tərəfindən adəti üzrə təqdim olunmuşdur. Belə ki, səlahiyyətləri çərçivəsində tədbir görülməsi məqsədi ilə 26 kənar dövlət maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə 50 məlumat 16 quruma göndərilmişdir. Kənar dövlət maliyyə nəzarəti zamanı müşahidə edilmiş hallardan irəli gələrək, kənd təsərrüfatı sahəsində maliyyələşmə mexanizmləri, büdcə vəsaitindən istifadə üzrə normativlər və onların şamil olduğu qurumlar, vahid büdcə təsdifatı, büdcədənkənar dövlət fondlarının investisiya fəaliyyəti ilə bağlı tənzimləmələrin təkmilləşməsi, ətraf mühitə təsir edən bəzi təsərrüfatlar üzrə tənzimələrin yaradılması ilə bağlı tövsiyələr paketi Nazirlər Kabinetinə təqdim edilmişdir. Hesablama Palatasına daxil olmuş dövlət maliyyəsinin əhatə etdiyi sahələr üzrə hüquqi haqlara, o cümlədən vergi məcəlləsi, gömrük tarifi haqqında, nağdsız hesablaşmalar haqqında qanunlara dəyişikliklər, bundan əlavə dövlət investisiyaları monitorinqi və qiymətləndirilməsi ilə bağlı sənəd layihələrinə münasibət bildirilmişdir. Qeyd olunanlarla yanaşı, dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı ölkədə aparılan islahatlara dəstək olmaq, fiskal məsuliyyətin gücləndirilməsi məqsədi ilə müxtəlif təkliflər paketi ilə çıxış etmişik. Bu təkliflər arasında əhəmiyyətli hesab etdiklərimizi sadalamaq istərdim. Büdcə münasibətlərinin vahid sisteminin yaradılması məqsədi ilə büdcə sistemi haqqında qanunun yeni redaksiyada təsdiq edilməsi və ya alternativ qanunvericilik aktının hazırlanması. Büdcə prosesinə ilkin, cari və post nəzarətlə bağlı mexanizmlərin təkmilləşdirilməsi. Dövlət sektorunun qurumlarında daxili audit institutunun formalaşdırılması. Büdcə uçotu, statistikası və hesabatlığın qabaqcıl təcrübəyə uyğunlaşdırılması. Nəticə əsaslı əsaslanan büdcəyə keçid tam təmin olunana dək, sifariş əsaslı büdcənin atributu olan xərc normalarını müəyyən edən hüquqi haqların inventarizasiyası və yeni haqların yaradılması. Hesablama Palatasının apardığı təhlillər dövlət satın almaları sahəsində yeni qanunvericiliyin tətbiqinin bir sıra müsbət dəyişikliklərlə töhfə verdiyini deməyə imkan yaradır. Müsbət məqamlarla yanaşı Hesablama Palatası hesab edir ki, dövlət satın almaları üzrə hüquqi bazanın tətbiqi asanlaşdırılmalı, bununla da rəqabəti təşviq etməli, bürokratik yükü azaltmalı və satın alma prosesi sürətləndirilməlidir. Buna görə də dövlət satın almaları haqqında qanunun təsirinin qiymətləndirilməsi, yəni ex-post qiymətləndirilməsi aparılmalıdır. Qeyd edim ki, sadaladığım hər bir təkliflə bağlı konkret addımlara dair məlumatlar aidiyyatı dövlət orqanlarına təqdim olunub və hal-hazırda müzakirələr davam edir. Fəaliyyətimizin 4-cü, sonuncu fəaliyyət istiqamətimiz beynəlxalq əməkdaşlıqdır. 2024-cü ildə Çin, Qazaxıstan və Tacikistan ali audit orqanları ilə əlaqələrin daha da gücləndirilməsi məqsədi ilə memorandumlar, Türkiyə Hesablama Məhkəməsi ilə paralel auditlərin keçirilməsinə dair sənəd imzalanmışdır. İl ərzində ali audit orqanların, beynəlxalq təşkilatların, işçi qruplarının toplantılarında iştirak təmin olunmuş, Hesablama Palatası ətraf mühitin auditi və dövlət borcu üzrə işçi qrupun illik toplantılarına ev sahibliyi etmişdir. Hörmətli millət vəkilləri, indi isə hesabat ilində maraqlı tərəflərlə əməkdaşlıq və cari fəaliyyətimiz barədə də əhəmiyyətli hesab etdiyimiz məlumatları sizlərə bölüşmək istərdim. Hesabat ilində Milli Məclislə intensiv əməkdaşlıq davam etdirilmiş. Kənar dövlət maliyyə nəzarət nəticələri, fəaliyyət hesabatı, büdcə ləyləri diqqətinizə təqdim edilmişdir. İkisi ətraf mühit auditi olmaqla 3 səmərəli auditin nəticələri müzakirə olunduğu kollegiya iclaslarına müvafiq komitələrin sədrləri və üzvləri dəvət edilmişdir. Milli Məclisin deputatları tərəfindən səsləndirilən fikirlər nəzərə alınmaqla 2024-cü il iş planına 2 yeni kənar dövlət
maliyyə nəzarət tədbiri əlavə edilmişdir. İcra hakimiyyəti orqanlarla əməkdaşlıq uğurla davam etdirilmiş, kənar dövlət maliyyə nəzarətinin nəticələri və rəylər üzərindən məlumat mübadiləsi və müzakirələr təmin olunmuşdur. Baş prokurorluqla qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanmışdır. Hesablama Palatası nəzarət orqanı statusu ilə yanaşı, korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təyin olunmuş üzv kimi 2025-ci il üzrə fəaliyyətində müvafiq təkmilləşmələrin, yeni yanaşmaların tətbiqi imkanlarını nəzərdən keçirir. Auditlər üzrə kollegiya qərarlarının icra vəziyyətinin ictimaiyyətə açıqlanması məqsədi ilə rəsmi internet səhifəmizdə qərarlarımızın izlənməsi bölməsi yaradılmışdır. Audit təklif et bölməsinə daxil edilmiş təkliflər üzrə risk qiymətləndirməsi nəticəsi olaraq bir təklif 2025-ci ilin iş planına daxil edilmişdir. Hesabat ilindən məsafədən audit və böyük verilənlərin təhlili üzrə müvafiq proqram təminatının yaradılması məqsədi ilə öyrənilmiş beynəlxalq təcrübə Türkiyə və Pakistan ölkələri timsalında ilkin konsepsiya və texniki tapşırığın ilkin layihəsi hazırlanmışdır. 2024-cü ildəki fəaliyyətimizə 9,3 milyon büdcə manatı xərcləmişik. Hesablama Palatasının 2024-cü il maliyyə hesabatlarının auditi Türkiyə Hesablama Məhkəməsi tərəfindən aparılmış və müsbət rəy verilmişdir. Hörmətli millət vəkilləri, çıxışımın sonunda Ali Audit Orqanı olaraq 2025-ci il üçün funksional sahəmizin fəaliyyət istiqamətləri üzrə işlərimizi davam etdirməklə planlaşdırdığımız tədbirlərdən bəzilərini sadalamaq istərdim. İlk olaraq, işğaldan azad edilmiş ərazilərdə tikinti layihələrinin pre və post audit təcrübəsinin, tematik auditin genişləndirilməsini, nəqliyyat sahəsi üzrə auditlərin keçirilməsini, ekoloji auditlərin davam etdirilməsini, beynəlxalq həmkarlarla Türkiyə və Qazaxıstan ali audit orqanlarına paralel auditlərin aparılmasını, cari ilin sonuna dək Hesablama Palatasının strateji planı və digər strateji sənədlərinin növbəti orta müddəti dövr üçün təsdiqini, fəaliyyətimizin həmkar qiymətləndirilməsinin təşkilini, audit orqanlarının Asiya Təşkilatının idarə heyətinin üzvü kimi kifayət qədər mötəbər sayılan tədbirə, bu qurumun illik toplantısına, həmçinin tədbir çərçivəsində Arabasay və Asasayın birgə iclasına ev sahibliğinin təşkilini, məsafədən audit və böyük verilənlərin təhlili üzrə proqram təminatının yaradılmasını da hədəfləyirik. Hörmətli millət vəkilləri, əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Cənab Prezidentin tapşırıqları və qanunvericilikdə Hesablama Palatasının qarşısında müəyyən edilmiş vəzifələrin öhdəsindən gəlməyə çalışmışıq. Cari ildə də sizin təkliflər nəzərə alınmaqla bu fəaliyyəti davam etdirməyə çalışacağıq. Təşəkkür edirəm diqqətinizə görə.